Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabah Ramazan ayının 19-cu günüdür. Qafqaz Müsəlmanlar İdarəsindən verilən məlumata görə imsak vaxtı 05:20-də, iftar vaxtı isə 19:06-dadır. İmsak duası. İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir. Xeyirliklərə doğru yolumu hamarla. Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə. Ey aşkar haqq yolunun hidayətçisi. İftar duası. İlahi, səndən ötürü oruç tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.